Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Əslində ölümdən qorxmaq lazım deyil. Əvvəla deyim belə olmalıdır. Ona görə ki, ümumiyyətlə ölüm insanı düşündürən ən fundamental mövzulardan biridir. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinir. Vaqif Səmədoğlu'nun müsahibəsi vardı, son müsahibələrinin birində deyir ki, ömür boyu həmişə ölümün necəliyi haqqında düşünmüşəm və indi astanasındayam və narahat deyiləm. Sadəcə mənə maraqlıdır necə bir prosesdir ölüm və sonra da orada da zarafat edir, deyir ki, kaş zəng eləyib xəbər vermək olsaydı ki, başa salım ki, o belə oldu. Doğrudan da bunu heç kəsə zəng eləyib xəbər etmək olmur, bildirmək olmur, məlumatlandırmaq olmur. Dünyadan köçən, dünyaya qayıtmır ki, yaşayan insanlara xəbər versin və hər insan onu bizə dəfə yaşayır. Quranın özünə məxsus yanaşması var ölüm barədə. Deyir, hər biriniz kullu nəfsin zaiqətül maut. Zaiqətül maut yəni ölümü dadacaqsınız, həzm edəcəksiniz.